Salam əziz şagirdlər, hər vaxtınız xeyir olsun. Məhəmməd Karaçiyevin 11-ci siniflər üçün olan 100 sınaq toplusundan, deməli, sınaq 15-in izahına baxacağıq. Qeyd edim ki, dərslər haqqında məlumat üçün 060 599 86 85 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Həm 3 bacarıq, həm də 5 bacarıq üzrə hazırlıqlarımız mövcuddur. İndi isə keçək birinci sualdan. Başlayaq. Bu arada bölməmiz personal pronouns, possessive pronouns, reflexive and demonstrative pronouns bölmələrini əhatə edir. Birinci sualdan başlayaq. Birinci sualda opinions, fikirlər ismi gəlib. İsim gəlibsə mən sifət əvəzliyi yazmalıyım. Hours'dan sonra isim gəlmir. Them obyekt halda isimlə işlənmir. He adlı halda isimlə işlənmir. That tək isimlə işlənir. Opinions cəmdir. My opinions. O heç vaxt mənim fikirlərimlə razılaşmır. İkinci sualda the boys, mübtədam oğlanlar cəmisi, mübtəda cəmisin isə qayıdış əvəzi olur themselves, yebəndi yəni. 3-də cümlənin sonunda sifət əvəzliyi işlənməz. Yəni my, their yaza bilmirik. A və D səhvdir. Qaldı digər variantlar. There, can you tell me which pants are yours olacaq. Çünki are xəbər formasıdır. It və him isə obyekt aldı. Obyekt al, feil ya da söz öndən sonra işlənir. Xəbər formalarından sonra yox. Ona görə cəbəndə deyir ki, deyə bilərsənmi, hansı şalvarlar sənindir? 4-də project, layihə ismi gəlib. Yəni, mənə sifət əvəzliyi lazımdır. Mine isim əvəzliyidir. İsim əvəzindən sonra isim gəlmir. He adlı halda hers isim əvəzliyidir. Bunlardan sonra isim gəlmir. Those cəm isimlə işlənir. Project təkdir. Cavab olur their, abəndi. 5-də cümlənin mübtədası he-dir, qayıdış əvəzliyi olur himself, yebəndi. 6-da waitress, qadın ofisiant, qadın cinsindədir və cümlə mübtədasıdır. Təbii ki, burada qadın cinsində tək onun əvəzi she, debəndi. 7-də fail, iki feilin arasında obyekt al işlənir. Help, kömək etmək, gain, qazanmaq. İki feilin arasında obyekt al yazdımsa, itself qayıdış əvəzliyidir. Çıxıram, she adlı halda, they adlı halda çıxıram, his yiyəli əvəzliyidir. Çıxıram, me obyekt al, bebəndi. Deyir ki, bu gəzinti, bu səyahət mənə daha çox məlumat əldə etməyə kömək etdi. 8-də Zəhra qadın cinsindədir. Yəni, she və onun formaları lazımdır. Yiyəlik halda da apostrofes var. Qadın cinsində yiyəli əvəzliyimiz təbii ki, her, abəndi. 9-da iz veribdir, xəbər təkdirsə those-u çıxıram, çünki bu cəm xəbərlə işlər. Cümlənin sonunda sifət əvəzliyi işlənməz, yəni my gəlməz. 4-ü də çıxıram, 1 və 2 D bəndi olmuş olur. Keçirik növbəti sual. Bir saniyə gözləyin növbəti. 10-cu sualda. 10-cu sualda variantla işləyirik. You, herself olmaz, you, yourself, yourselves olar. They, themselves düzdür, you, yourself düzdür, you, yourselves düzdür, they, himself yox, themselves olardı. Yəni 3, 4, 5 C bəndi. 11 variantla she, myself yox, herself. Yəni 3 düzdür, 1 səhvdir. He, himself düzdür. He, themselves yox, himself, we, ourselves düzdür. 2, 3, 5. Nəyə ötürdüm? Bir dənə gözləyin görüm. Hə, 2, 3, 5-də, amma baxın, burada has tək xəbərdir. We isə have ilə işlənir. Cəm xəbərlə işlənir. 2 səhvdir. 3 və 5 cavabı ura. Keçdik 12. Secret, sirlər cəm isimdir. Theirs'dən sonra isim gəlmir, yours'dan sonra isim gəlmir. Çünki isim əvəzliyidir bunlar. Digər tərəfdə if, deməli, want gəlibdir. Yəni, əsas feillə işlənir adlı hal. Them obyekt aldı. Yours isim əvəzliyidir. Cavab olur A bəndi. I can keep the secrets to the death if they want me to do so. Əgər onlar istəsələr, mən onların sirlərini ölümə qədər saxlayaram. 13-cü sualda bir saniyə gözləyin, çox getdim. Hardadır bu 13? 13-cü sualda latest məktublar cəm isimdir. That-i çıxıram, this-i çıxıram. Bunlar təklə işlənir. Were cəm xəbərdir. It isə təklə işlənir. Was ola bilərdi. They were bebəndi. 14-də ask your question, ask soruşmaq feildir. Feillə başlayan cümlə əmr cümləsi olur. Yourself ya da yourselves yazırıq. Bebəndi. Sualını özün soruş. 15-də cümlənin sonudur. Seen görmək feildir. Feildən sonra obyekt hal gəlir. They adlı halda çıxıram. İkinci tərəfdə on sözündür. Sözündən sonra obyekt hal gəlməli. They adlı halda bunu çıxıram. İndi baxıram. I have bought a very expensive car. Mən çox bahalı bir maşın almışam. Have you seen
Car maşından söhbət gedir. It. Cəm isim yox ki, dem yazım, düzdürmü? İkinci tərəfdə no I haven't. Xeyr, görməmişəm. Why did you spend so much money on it yenə? Cəm isim yoxdur, dem yazanmaram. Deyir ki, xeyr, görməmişəm. Sən niyə bu qədər çox pul xərcləmisən ona? Yəni maşına. İndi 16. Businessman cəmdir. This olmur, that olmur. Daha sonra cümlənin mübtədasına baxırıq. Mübtəda businessman deyil, children'dır. Uşaqlar, yəl çal apostrof s ilə düzəlibsə, bizim mübtədamız apostrof s-dən sonraki isim olmuş olur. Children cəm isimdir. He ilə əvəz olunmaz. Want köməkçi feildir. Köməkçi feildən sonra adlı xal gəlir. Dem olmaz. They. O da olur D bəndi. Bu da belə. Videomuz bu qədər idi.